Salam mənim əziz və dəyərli dostlarım, hər vaxtınız xeyirli olsun. Yeni videoma xoş gəlmisiniz. Bugünkü videonun söhbəti təxmini mənə elə gəlir ki, bir ayda gedirdi. Yəqin ki, TikTok canlı yayımlarımdan, bundan öncəki izlədiyiniz videodan, başqa xəbər verdiyim yerlərdən bilirdiniz ki, mən bu günlərdə artıq hazırlıq videosu çəkəcəkdim. Bu videonu mütləq şəkildə izləməlisiniz. Mən paylaşdığım heç bir videoya demək olar ki, vacib olmadığı müddətcə, yəni bunu izləməlisiniz, buna baxmalısınız demirəm. Bu sizin üçün çox vacib bir şeydir ki, mənim üçün də elə idi. Şükür olsun Allaha, bu gün bitdi artıq. Bu qarşımda gördüyünüz əşyalar və hal-hazırda evdə olan əşyaları mən sizə göstərəcəm. Bunlar nədir? Bəzi aranızdan mən bilirəm ki, məni dünyanı gəzən insanlar izləyirlər, tətilə başqa ölkəyə gedən insanlar izləyirlər və yaxud da işlə əlaqədar hansısa bir ölkəyə gedib birinci gəzib baxıb qalıb işləməyə və yaxud da nə bilim, yəni bu tipli məsələlərlə əlaqədə gedən insanlar olur. Əziz dostlarım, deməli bu qarşınızda gördüklərim mənim inşallah ki, Asiya turumda, 2 aylıq Asiya turumda mənə lazım olacaq şeylərdir və bu qədəri də evdədir. Sadəcə əsas lazım olan şeyləri mən gətirdim və bəziləri bunların yarısı demək olar ki, yarım saat öncə gəldi. Sifariş elədim, çatdırdılar. Bunlar hamısı Temudan zakaz eləmişəm əziz dostlarım. Çox lazım olan şeylər var mənə. Sözün əsl mənasında mənə dəhşət lazım olan şeylər var arasında. İstəyirsə videonu çox uzatmadan başlayaq. Mən sizə hamısını bir-bir göstərim. Deməli əziz dostlarım, burada bir dənə böyük bir çanta var. Gəlin kameranı biraz yaxınlaşdırım. Mən sizə artıq ətraflı göstərim nə lazımdırsa. Mən ilk öncə başlamaq istəyirəm çantadan. Bu mənim 15 gün sonra başlayacaq Asiya turumda gələnə qədər istifadə edəcəyim. Hətta ondan sonraki dövrlərdə də kampaniya vaxtsa getsəm və s. gəzməli yerlərə getsəm, uzaq yerlərə getsəm götürəcəyim əsas çantadır. Bu çanta 60 litrdir əziz dostlarım. Çox böyük bir kapasitəyə sahibdir. Önünə çadır yerləşdirə bilərsiniz, ayaqqabınızı aça bilərsiniz, su qoya bilərsiniz. Burada arxada gizli bir yeri var, buraya pulunuzu yerləşdirə bilərsiniz. Həm beli dəstəkləyir, arxasında daha biraz sərt bir şey var ki, artıq belə yapışsın kimisindən belə deyək. Belə bir çantadır, yəni hava alan yerləri də var, öndən bağlama yeri də var ki, öndən məsəl üçün lazım olan pasportdur, puldur və s. belə şeylərə qoya bilərsiniz. Bu çantanı Temudan almışdım. Nə görürsünüzsə hamısının şəkilləri mən bura yerləşdirəcəyim. Bu çantanı da mən Temudan almışdım. Çox lazım olacaq. Əslində mən tam bundan istəmirdim. İstədiyim biraz başqa cür idi, amma bunu mən məcburiyyətdən aldım. Ondan tapa bilmədim deyə. Yəni mən sizə gəlin məsləhət görüm. Mənim aldığım bu sumka əziz dostlarım, bax diqqətlə baxın. Bu sumka sadəcə üstdən açılır. Bildiyimiz bütün sumkalar kimi üstdən açılır. Nə lazımsa götürürsən, təzədən yerinə qoyursan. Amma mənim axtardığım çantalar qıraqdan bir zamoko var. Həm üstdən açılır, həm də belə ya sağ, ya sol, ön, arxa tərəflərdən açılır. Açırsınız, kitab kimi açılır. İçindən istədiyiniz lazım olan əşyanı, paltarı və s. aksesuarı götürüb yenidən bağlayırsınız. Yəni o daha rahatdır, amma bu da olar yəni. Bu zaten dünyada bütün gəzginlərin sözün əsl mənasında istifadə elədiyi həmin o məşhur çantadır. 60 litrdir. Bunu arxada daşıyacağam. Bacara bildiyim qədər içinə, bax bu videoya diqqətlə baxın, ona görə deyirəm ki, içinə bacara bildiyim qədər lazım olacaq şeylərin xırda versiyalarını qoymalıyam ki, çünki bu mənim bütün günün belimdə olacaq. Bununla mən ölkə dəyişəcəm ki, sizə dediklərim sizə də aid. Yəni bunu diqqətlə fikirləşin. Bununla ölkə dəyişilir, qatara minirsiniz, avtobusa minirsiniz, samolyota minirsiniz və s. ağlınıza gələn hər bir şey bundan gerçəkləşir deyə əsas çantanız bu olur sizin. Yəni bütün belə deyil, evinizi siz belinizdə daşıyırsınız. Buna diqqət eləməlisiniz. Bu nömrə bir qayda. Burada mənim ikinci çantam var. Bu çanta mənim önümdə olacaq. Bu çantaya mən bütün elektronik əşyalarımı, pasportum, şəxsiyyət vəsiqəm, pravam, xarici pasport və s. hər şey mənim bu çantada olacaq. Yəni bu çanta ona görə önümdə olacaq ki, heç bir tərəfdən açıla bilməsin, arxada olsa açılma ehtimalı olar deyə. Bu çanta məndə olacaq. Bu çantanı da mən Temudan sifariş etmişəm. Çox şiddətlə tövsiyə edirəm bunu sizin sifariş etməyinizi. Baxın, öndən belə açılan bir çantadır əziz dostlarım mənim. Bacara bildiyim qədər içinə bunun hər şeyi yerləşdirə bilərəm və rahat götürə bilərəm. Bu çantada çox işimə yarayan bir çantadır. Həqiqətən arxasında MacBook 15 inç yerləşdirməyə yeri var. Öndə qısa cibləri var. İçi genişdir. İçinə istədiyiniz şeyi qoya bilərsiniz. Öndə də böyük bir cibi var. Yəni çox məsləhət görürəm. Bunu istənilən yerə apara bilərsiniz. Heç yəni ağır deyil, heç yormur. Burada hətta əgər təkərli çantanız varsa ki, mənim təkərli çantam burada da onun üstünə qoyub burada bir yeri var. Yəni təkərli sumkanın o tutacaq yerini buradan keçirirsiniz. Çıxır buradan düz qolları. Artıq belə təkərli çantanın üstündə belə deyək, bavulun üstündə istifadə edə bilirsiniz. Bu da çox gözəldir. Hamısının qiymətlərini və s. hər şeyini mən videoya bacara bildiyim qədər yerləşdirəcəm. Və son çantam olacaq. Bu mənim kiçik çantamdır. Bu çantanın da içinə mən yol boyu bir şeylər qoymayacağam. Bu çanta çox güman ki, boş olacaq. Bunu mən ən böyük çantanın içinə qoyacağam. Bunun nə olduğunu soruşsanız, məsəl üçün qaldığım otellərdən çıxıb mən bir tur eləyərəm, şəhər gəzintisi eləyərəm və s. bir dükana gedərəm və s. marketə gedərəm. Elə şeylərdə artıq
Yenə də bu çantanın içində mənə lazım olan ən vacib şeyləri, yəni bunlar həmişə mənim hər daim 2 ay yanımda olmalıdır deyə onları bunun içinə qoyub, bunu da həmçinin belə belimə taxıb gedib gələ bilərəm. Yarım saatlıq iş olsa da, 15 dəqiqəlik iş olsa da bu mənim üstümdə olmalıdır. Bu da vacibdir. Burada gördüyünüz kimi əziz dostlarım, əşya ayırmaq qabları var. Bunlar əslində daha çox çamadan üçün nəzərdə tutulub. Bunlar nədir? Yəni sizin məsəl üçün əşyalarınızı qoymağınız üçün, belə deyək də, köynəklərdir, şalvarlardır, alt paltarlardır və s. nə lazımsa, corablar da ayırıb qoymağınız üçün belə qablardılar. Üzərində də yazılıb, bilmiyorum göstərir yoxsa yox. Üzərində də travel yazılıb, yəni belə gəzginlərə aid bir şeydir bu. Yəni hansısa bir ölkəyə gedirsənsə, içinə rahat paltarların qarışmasın deyə qoyub, ondan sonra çantanı yerləşdirirsən. Çantanın artıq nəsə lazım olanda, sənə vacib bir şey lazım olanda darmadağın açmırsan da. Çünki mən Serbiyada olanda 2025-ci ildən 2026-cı ilə keçən gecə mən Serbiyadaydım. Orada bir konsertə girmək istirdik. Yəni bu da çox vacib bir şeydir həqiqətən. Polislər gördülər, belində böyük bir çanta var, dedilər bunu aç. Məndə də belə bir çanta idi, bunun sarısından idi, o daha biraz narahat idi mənə. Videoya baxanlar varsa bilirlər. Götürdüm, təsəvvür edin ki, 10 dəqiqə mən ancaq çantanı bir-bir boşaltmışam. Köynək bir-bir çıxır, ayaqqabı bir-bir çıxır, nə bilim. Və bildiyinizdə yəni belə aksesuarlar bir-bir çıxır, corablar bir-bir, yəni çox belə həqiqətən əsəbimə işlədi. Çünki mən o çantanı səliqə ilə yığmışdım. Amma anidən millətin ortasında polis deyir, boşalt, sən də əyilirsən yerə belə boşaldırsan. Artıq bu olduğu zaman nə olur olsun sənin üçün çətin deyil. Çünki desilər çantanı aç, baxaq içində nə var, yəni bir hansı dövlət qatarda, avtobusda, təyyarədə. Məsəl üçün, dərhal açırsan, qab-qab göstərirsən, təzədən yerinə qoysan, çox gözəldir. Bu, həqiqətən mən heç peşman deyiləm almağıma. Video irəlilədikcə nəyin sizə nə qədər lazım olacağını görəcəksiniz. Doğrudan da lazımlı şeylər çoxdur bu videoda. Deməli, əziz dostlarım, əlimdə olan gördüyünüz şey mikrofiber havludur. Bu nədir, əziz dostlarım? Deməli, bizim evdə bildiyimiz o qurulandığımız dəsmallar ki var ya, qalın dəsmallar. Duş aldıqdan sonra qurulandığımız dəsmallar özünüz bilirsiniz ki, qatlananda çox böyük bir yer tutur. Həqiqətən 2 dənə, 3 dənə köynəyin yerini tutur və bu da çantada yer tutur, həmçinin ağırlıq verir. Mən Temudan belə bir şey sifariş etdim. Sadəcə mən çaşıb bunun balacasını sifariş etdim. Yəni bunun rəqəminə baxmamışam. Yenə Temunun səhvini. Əslində Temunun günahı deyil. Temu orada rəqəmlərini qoymuşdu. Mən bunu çaşıb səhvən sifariş vermişdim, amma bunun linkini qoyacağım. Siz daxil olub bunun böyüyünü sifariş edə bilərsiniz. Və bu sizə inanılmaz şəkildə işə yarayacaq. İstənilən yerdə, getdiyiniz oteldə, getdiyiniz evdə, hosteldə duş aldıqdan sonra bununla dərhal qurulanırsınız. Bu da uyğundur, yəni bu da kiçik deyil, yəni gördüyünüz kimi böyük bir şeydir. Yəni zaten bizə lazım olanlar əsas yadda saxlayın. Turatçı mən Asiya turuna çıxıram deyə mənə lazım olan şeylər tez yuyulub, tez qurulana bilən materiallardan lazımdır. Həmçinin köynəklər də, bəzi şortiklər, bəzi şalvarlar bax belə. Bu da dediyim kimi duşunuzu aldınız, rahat qurulanırsınız, asırsınız çölə, 3 dəqiqəyə, 5 dəqiqəyə günəşin altında qurulanır. Bu çox gözəl bir şeydir həqiqətən. Ovucun içi boyda olur və çantada yer tutmur. Çantanıza məsəl üçün belə deyək də, duş dəsmalının yerinə siz çantanızı başqa bir şeylərlə dəyərləndirə bilərsiniz. Getdiyiniz yerlərdə hansısa bir ölkənin milli geyimi olar və s. yəni elə şeylər olar. Baxın, qatlananda belə əziz dostlarım, xırda. Bu da belə qoyulur bura. Baxın. Təsəvvür edin ki, bununla insan yəni duş alır, qurulanır. Baxın. Xırda. Ovuz içindən də bir kiçik təsəvvür edin. Yəni bu çox lazımlı bir şeydir. Bu belə. Sıradakı mənim sizə göstərəcəyim şey əziz dostlarım. Bu ölkə dəyişəndə istifadə edəcəyiniz çantanın çəkisini ölçür. Deyə bilərsiniz ki, bu mənə lazımdır, yəni sizə lazımdır. Bu mənə çox lazımdır. Həmişə mən bunun dərdini çəkirəm. Azərbaycanda qaldığım evdə də məsəl üçün mən hazırlaşıb hansısa bir ölkəyə səyahətə gedəndə və yaxud da yaşamağa hansısa bir ölkəyə keçəndə çamadanımın neçə kilo olduğunu bilmirəm. Məsəl üçün mənim aldığım bilet olur maksimum 20 kiloluq çamadanda daşımalıyam. Amma mən onu ölçə bilmirəm. Bəşürsüz necə? Gedirəm aşağıda meyvə tərəvəzə girirəm, dükana girirəm ki, bir dənə onun zəhmət olmasa ölçək. O da hər dəfə olmur. Çox gec saatlarda çıxa bilərəm və s. elə bir şey olar. Gedib yəni onu aeroporta saxlamaq lazım deyil. Həmçinin bu mənim bütün Asiya turu boyunca işimə yarayacaq bir şeydir. Çantanı buradan asırsınız, çanta buradan belə asılır. Burada üstdə də çantanın çəkisini göstərir. Bu mənim ən çox işimə yarayacaq şeydir. Hamısının linkini qoyacağam, hamısının şəkillərini qoyacağam. Mütləq şəkildə yəni aşağıdan girib, baxıb istifadə edə bilərsiniz. Bir də əziz dostlarım, videonu bura kimi izləmişsinizsə nə xoş mənə. Zəhmət olmasa videoya like atsaz, mənə də xoşbəxt eləyərsiniz. İnşallah 15 gün sonra böyük Asiya turum başlayır. Hər kəsdən dəstək gözləyəcəm. Mən Azərbaycan gənciyəm. Mən gənc bir oğlanam, çıxmışam. Sıfırdan xarici öz həyatımı qurmuşam, tanımayanlar varsa. Səhifəmə daxil olub hər birisinin videosunu izləyə bilərsiniz diqqətlə. Bu belə əziz dostlarım. İnşallah ki atmışsınızdır.
Yerdə ayağım ağrıdı, dedim stola keçim, stolda rahat sizə göstərim. Deməli, əziz dostlarım, növbəti mənə lazım olacaq bir şey, mənə hətta çox lazım olacaq bir şey. Bu sağlamlıq kiti belə deyək, medbagdir, belə deyirlər buna. Bunun içinə məsəl üçün leykoplastırdır, baş ağrı dərmanı, burun dərmanı, nə bilim, qızdırma dərmanı falan nə lazımsa qoya bilərsiniz. Bunun da linkini qoyacağam əziz dostlar. Bunun Azərbaycan pulu ilə bəlkə də 1-2 manat, 2-3 manat qiyməti var. Yəni mən bu vaxta kimi bunun çox dərdini çəkmişəm. Çünki birincisi ağlıma gəlməyib almaq. Mən də böyük araşdırma edəndən sonra aldım bunu. Azərbaycandan bura gələndə məsəl üçün İndi valideynim mənə dərmanlar qoyurdu və yaxud da mən nə vaxtsa xəstələnəndə gedib dərman alırdım. 10 dənə alırdım, 5-ini istifadə edirdim, 5-ini atırdım çantada arasında tapa bilmirdim. Amma bu o işə yarayır ki, içinə siz belə deyək də Nimesildir, nə bilim, dexametazondur və s. belə şeylər qoydunuz. Setkalı və zamokuyur var. Qoydunuz, bağladınız. Bilirsiniz ki, artıq nə vaxtsa Allah göstərməsin də ki, probleminiz olsa, sizin dərmanlarınız bu qabın içindədir. Bu da mənə valla çox lazım bir şeydir həqiqətən. Növbəti şey, əlində gördüyünüz kiçicik bir şeydir. Bu desəz nə işə yarayır? İndi mən sizə göstərəcəm. Mən Taylanda gedən gəzginlərin videolarından görmüşdüm bunu. Oradakı gəzgin deyir ki, kaş mən Türkiyədə olanda bir dənə qulağıma qulaqcıq alardım. Yəni qulaqcıq orada vacibmiş. Nəymiş bu əziz dostlarım? Mən getdiyim ölkələrdə məsəl üçün Taylandın deyək ki, Phuket şəhərindən mən adalara gedəcəm. Phi Phi adası, James Bond adasına gedəcəm. Orada gəmilər gedirlər məsəl üçün. Gəmilərin çox belə səsi, motorunun səsi insanın qulağını batırdığı üçün bu şey lazımdır. Gedəcəyim, məsəl üçün mən gedib 2 ay orada qalacağam. 2 ayın bir həftəsi mən evlərdə qalacağam, bir həftəsini hostellərdə qalacağam, bir həftə otellərdə qalacağam. Çox cəmiyyət arasında olacağam deyə mənə bu şey çox lazım olacaq. Bu da nədir? Bu da qulaq tıxacıdır əziz dostlarım. Belə incə, kiçik bir şeydir əziz dostlarım. Bu taxırsan qulağa və heç cürə səs eşitmirsən, qıraqdan səs gəlmir. Çox yaxşı bir şeydir bu həqiqətən. Sizə də lazımdır. Məsəl üçün mənim Serbiyadan Çinə 13 saatlıq uçuşum olacaq. O uçuşda mənim yanımdakı insanın uşağı ola bilər. Uşaq 13 saat durmadan ağlaya bilər. Getdiyim hostellərdə bilirsiniz nədir? Bir dənə otaqda 6-7 dənə kravat olur. Xanımlar, bəylər belə qarışıq yatır. O yerdə kimsə səhərdən axşama kimi xoruldaya bilər, kimsə telefonla danışa bilər və s. və s. Mən avtobusla ölkə dəyişəndə yatdığım zaman kimsə səs sala bilər qıraqdan. Yəni belə şeylərin duymamağım üçün mənə lazım olan şey qulaq tıxacıdır. Bunu da hamısının linkini qoyacağam. Mütləq şəkildə bunu da almağınızı mən tövsiyə edirəm. Həqiqətən lazımlı bir şeydir. Hətta deyərdim ki, çox lazımlı bir şeydir. Və digər istifadə edəcəyim şey əlimdə gördüyünüz 2 dənə qutudur əziz dostlarım. Bu qutular nədir? Bunlar ayaq spreyidir. Məsəl üçün, getdiyim ölkələrdə hava isti olacaq. Hava isti olduğu zaman insanın ayağı istər-istəməz tərləyir. Nazik ayaqqabıda da olsan, normal ayaqqabıda da olsan, ayaq tərləyir. Və istər-istəməz tərli ayaqla dolaşmaq yaxşı olmur. Çünki bütün gün orada gün olacaq, çox hava isti olacaq. Ona görə də bunlar həm ayaq tərləməmək üçün, həm ayaq qoxmamaq üçün gözəl spreylərdirlər. İkisinə mən 7 avro 50 sent, 8 avro pul vermişəm. Bundan da alıb istifadə edə bilərsiniz. Ucuzdur, amma çox yaxşı bir şeydir. Yəni gedib ayağı tərli-tərli gəzməkdənsə bunu mən sizə məsləhət görürəm, alıb istifadə edə bilərsiniz. Çünki bəzən mənim ayağımda 14 saat, 15 saat ayaqqabı çıxmayacaq. Bu zarafat deyil, ona görə bu lazımdır. Bu əlimdə gördüyünüz qab əziz dostlarım, iplik dəstidir. Yolda şalvar cırılanda, çanta cırılsa ki, çantanın cırılma ehtimalı açıq deyim sizə çoxdur. Çünki uzun yol çıxacağam. İçinə ağır şeylər qoya biləcəm. Harasa sürtünə bilər, dartına bilər və s. cırıldığı zaman həmçinin şalvara da, köynəyə də aiddir və s. Yəni belə şeylər aiddir. İplik dəstidir əziz dostlarım. Bu da çox kiçik bir yer tutur. Mən dediyim kimi hər şeyin minimalına qaçmaq lazımdır. Ümumiyyətlə yolculuklarda söhbət təkcə gedib gəzməkdən getmir. Bu videoya da baxmağınız o demək deyil ki, indi bu video ola bilər aranızdan bir nəfərə baxsın desin ki, onsuz da mən gəzintiyə getməyəcəm, bir şeyə getməyəcəm. Yəni bunu nəyə görə baxıram? Allah and olsun videonu izləyin deyə demirəm. Gedib zaten başqa gəzgin videosunu izləyə bilərsiniz. Sadəcə mən bunu bir qardaş kimi, dost kimi mən bunu paylaşıram ki, bu məlumat sizə nə vaxtsa lazım olur. Yəni hər an siz hansısa bir ölkəyə gedib gəzə bilərsiniz, hər an sizə bir qapı açılar. Ona görə buna baxın ki, sizin artıq beyninizdə olsun ki, Şahin belə bir video paylaşmışdı. Girim onun videosuna baxım, görüm nə lazımdır. Çünki Allahın olsun mənim yarım saat əvvəl elədiyim bir şeydir. Bir gəzginin videosuna girdim, yarım saat əvvəl baxdım ki, mən görüm məndə nə yoxdur, bunda var. Yəni bunu eləmişəm. Əziz dostlarım, powerbankdır. Xiaomi'nin powerbankıdır, 20 mindir. Bu mənim çox işimə yarayacaq. Dəhşət işimə yarayacaq. Çünki bu belə deyək də telefonu 4 dəfə doldurur. Mənim telefonumu rahat 4 dəfə doldurur. Çox lazımlı bir şeydir. Yəni bu vallahi açıq deyim, yəni bu göstərilərim hamısı bir yana, bu bir yana. Sözün əsl mənasında hələ iPhone işlədən insanlar üçün necə işə yarayır bunu bir bilsəz. Yəni iPhone elədir ki, evdən çıxırsan, dostunla görüşməyə çatırsan, 20 dəqiqə sonra telefon sönür. Deməli bunun içində əziz dostlarım, açmağıma heç gərək yoxdur belə deyim mən sizə. Bunun içində yağmurluqdur. Mən gedəcəyim ölkələrin hal-hazırda sezonu yağış sezonudur.
Hər an Taylandda yağış yağır, İndoneziyada yağış yağır, Vyetnam, Laosdur, o tərəflərdə çox yağış yağır. Bu şəkildə görsənir. Balaca qızı görsün çəyirtkəni. Bax, balaca qız üstə gördüyünüz şey kimidir, yağmurluqdur. Yəni, mən çölə çıxacam, sizə də aiddir, bu dediklərim sizə də aiddir, qardaşım. Deyək ki, getdiyiniz ölkədə hava yaxşıdır, çıxdınız çölə, 15 dəqiqə sonra başladı leysan yağmağa. Siz nə edəcəksiniz? Gedib, yəni, hansısa bir kafe tapana qədər, oturub çay içənə qədər, yağışın durmağını gözləyənə qədər artıq o problemlər başlayır. Amma bu, gündə bir dənə atsan çantana, qaldı çantanda, çıxdın, getdin, gəzdin, yağış yağdı, keçirdirsən, çox geniş olur, çantanı da içinə qoya bilərsən ki, mənim bildiyim qədərlə geniş olur. Baxmamışam, amma mənə elə gəlir geniş olar. Yəni yağmurluq geniş olmalıdır, hər bədənə uyğun. Götürdün, atdın çantana. Vallahi bunun qəpik quruş qiyməti var. Bəlkə də 2 manat, 3 manat qiyməti var. Amma həqiqətən işə yarayan bir şeydir. Baxın, məlumatlar havada uçuşur. Qurana and olsun. Mən olsam bir like atardım. Deməli əziz dostlarım, növbəti şey telefon su keçirməmək üçün kabrodur. Telefonu yerləşdirirsiniz bunun içinə və istədiyiniz kimi dənizə girə bilərsiniz. Və həmçinin belə deyək də gəmi ilə, lotka ilə, nə bilim, nə iləsə səyahət etdiyiniz zaman rahat əlinizdə tuta bilərsiniz. Bilirsiniz ki, dənizə düşsə də ən azından telefon su keçdi. Düzdür, telefon inanmıram su keçsin, amma keçirmə ehtimalı olar deyə hər ehtimaldan bunu da almışam ki, necə deyərlər, yəni işimi garantiya alım da. Yəni mən bilim ki, məndə bu barədə problem çıxmayacaq. Əslində mən biləm, bunda bir iplik göndərmədilər boğazdan asılması üçün, amma göndərməyiblər, bilmirəm. Bu da belə bir şeydir, əziz dostlarım. Bunu da qoyacağam. Bu da lazımlı bir şeydir, həqiqətən. Dəniz ölkələrinə gedib eləsəz, yəni bundan istifadə eləyərsiniz. Əziz dostlarım, bu gördüyünüz ayaqqabı deyil, yəni məhəlləyə falan geyinləsi bir şey deyil. Bu sırf dəniz üçündür. Bu nədir? Məsəl üçün, mənim də çox başıma gəlib. Dənizə getdiyiniz zaman şəpitlə gəzmək insanı narahat eləyir. Şəpitsiz gəzsəz, ayağı gün yandırır və s. Və yaxud da dənizə girirsiniz, dəniz qayalı ola bilir. Bilmədiyiniz bir dənizə girirsiniz ki, qayalar ayağı kəsə bilir. Hər şey ola bilər deyə bu sırf dəniz üçün olan bir şeydir. Bunu geyinirsiniz ayağınızda, əziz dostlarım. Bununla dənizə girib çıxırsınız. Bununla qumun üstündə oturursunuz, istirahət edirsiniz. Yəni nə ayağı günəş yandırır, nə bir şey eləyir. Bunu da sırf almışam ki, mən orada dəniz qırağına gedəndə geyinim. Tam da ayağımadır, çox da gözəldir, yəni problem falan yoxdur. Belə şeydən də alıb istifadə edə bilərsiniz. Aldınız, atdınız çantaya. Yəni hər incə şeyi mən düşünmüşəm də, hər incə şeyi mən sizə göstərirəm. Çox lazımlı bir şeydir. Və əziz dostlarım, sizə lazım olan şeylərdən biri də yuxu bandıdır. Göz bandı olur, belə qara. Ondan da sadəcə indi yanımda deyil, indi videonu baxın qoydum bura. Yuxu bandıdır türklər demişkən, yəni bunu samalyotda, qatarda, avtobusda, ya getdiyiniz hosteldə, oteldə və s. hardasa istədiyiniz bir yerdə gözünüzə taxıb rahat yuxu yata bilərsiniz. Mən bunu 4 aydır məndədir, mən bunu 4 aydır istifadə edirəm. Çox lazımlı bir şeydir, həqiqətən də mənə çox lazım olur. Ondan istifadə edə bilərsiniz. Burada turistlərin, dünyanı gəzən insanların vazgeçilməzidir. Belə bir şey var əziz dostlarım. Buna tam bu tərəfə gətirə bilmirəm, mikrofon var deyə. Buna belə başınızı qoyub yata bilərsiniz. Samalyotda dediyim kimi, avtobusda, qatarda, harda istədinizsə bunu taxırsınız başınıza. Çox gözəl, yumşaq şəkildə bir şeydir. Və yuxunuzu ala bilirsiniz. Bunu da mən sizə məsləhət görürəm almağı. Bunu açığı mən Temu'dan almamışam. Bunu mən 2023-cü ildə Türkiyədən almışdım. O vaxtdan da valla məndədir, köhnəlməyib. Çünki deyə bilərsiniz ki, buna bax, 2023-dən işlədir. 2023-dən buracan hər gün mut geyinmirəm ki. Ölkə dəyişəndən dəyişənə qəşəngcə taxdım, qoyuram yerinə, taxdım, qoyuram yerinə. Yəni bunu da mən sizə məsləhət görürəm. Ay qardaş, deməli bu əlində olan şey sizdə nədir? Vallahi deyirəm, bu videonu izləyəndən bir 50%-nin üzü güldü də o şey. Güləcək yavaş-yavaş. Deməli mənim niyə bu vaxta kimi görməmişəm dediyim bir şeydir. Bu əsl. Yəni bu gəzən adamların işinə yarayan bir şeydir. Baxın, bu siz nədir? Vallahi deyirəm sizə. Deməli, adapterların, USB-lərin, kameraların, bayaq göstərdiyim powerbankın, nə istəyirsinizsə, nə lazımdırsa, dəftər, ruçka, nə lazımdırsa təsəvvür edin ki, bunun üçün yerləşdirirsiniz. Çox mükəmməl şəkildə yerdə tutur. İndi hal-hazırda çəkiliş etdiyim kameradan tutun. Buradakı indi göstərəcəyim sizə gimbalı, powerbankı və başqa şeyləri göstərəcəyim şeylər hamısını bunun içində qoyuram. Bu İnanın Allaha deyirəm, 5 il keçsə də, yəni peşman olmayacağım bir şeydir. Yaxşı ki almışam, çox əlimdən tutur. Yəni anidən mənə hansısa bir kablo lazım oldu, əlimə atdım, götürürəm, qatladıram, təzədən yerinə qoyuram. Çox gözəl, çox səliqəli şəkildə ki, üstündə də belə bir işarə var. Belə bir şeydir, çox gözəldir həqiqətən. Yəni bundan da istifadə edə bilərsiniz. Hamısının linkini qardaşınız tak qataraq vurur ora.
İndi Temudan almadıqlarımı vura bilmirəm maalesef. Amma məsəl üçün mən göstərəndə onu skrin eləyibsiz, ChatGPT-yə ata bilərsiniz, o sizə adını deyəcək. Məsəl üçün mən bunu Temudan sifariş etməmişəm. Bunun şəklini atırsınız məsəl üçün, bax belə skrin eləyirsiniz. Bax belə. Atırsınız ChatGPT-yə ki, bu dəniz üçün olan bir şeydir. Məsəl üçün bunu mən Temudan nə yazsam çıxar və s. O qəşəngcə sizə deyir. Və yaxud da şəklini çəkən məsəl ChatGPT-yə deyirsiniz ki, qardaş, mənə falan şey lazımdır, nə yazsam Temuya çıxar, o sizə deyir. Söhbət təkcə Temudan getmir, yəni siz Alibabadan falan da sifariş eləyə bilərsiniz. Deməli əziz dostlarım, bax, mən demişdim hər incəliyə fikir verəm, inanmırdınız. Evdə darağım var, amma daraq böyükdür, yəni biraz belə şıpşıqlı daraqdır, yəni belə yeşə bir daraqdır. Onu çantaya qoyub, yəni bu boyda yeri belə mən ziyan eləməkdənsə, baxın, belə bir daraq almışam. İkili daraqdır, belə biri bağlanır, o birisi açılır. Çox da gözəl, çox da qəşəng. İstədiyin kimi istifadə edirsən, ləzzətli. Saçını, saqqalını darıyırsan, ondan sonra bağlayırsan. Yəni bunu həm xanımlar istifadə edir, həm bəylər istifadə edə bilər. Çünki xanımlar üçün də dişləri var, bəylər üçün də belə. Bu da lazımdır. Günəş kremi, bu gördüyünüz şey günəş kremidir. Günəş kremi haqqında heç danışmağa çox ehtiyac yoxdur. Yəni bu sizə lazımdır. İsti ölkəyə gedirsinizsə, ümumiyyətlə yay ayında çölə bayra çıxırsa bundan vurun, yəni mütləq şəkildə vurun, gedib dərinizi yandırmayın. Çünki o tərəflərdə belədir, isti ölkələrdə elə bir dərəcə isti olur ki, yəni bütün belinizi, dərinizi ikinci dərəcə yanıq kimi çıxarda bilir. Çox ağır dərəcə yanıqlar verə bilir. Bundan alırsınız ləzzətli, heç yəni sıxıntı çəkmirsiniz, istifadə edirsiniz bundan. Bunu da mən sizə məsləhət görürəm. Allah haqqı, kaş bu video mən çıxmır da qaqa, Qurana and olsun mən sizə deyirəm. Mən bu şeyləri tapana qədər vallahi billahi bütün səmiyyətimdən deyirəm ki, həqiqətən əziyyət çəkdim. And olsun Allahımıza əziyyət çəkdim. Yəni mənim telefonumda not dəftərini görsəz, not dəftərini belə sürüşdürdünüz təsəvvür eləyin. Neçə dənə çeşidin içindən tapmışam, göstərmişəm. Nə bilim, mən qabağıma belə video çıxmır ki, kiçik amma sizə ən lazım olan şeyi də göstərirəm. Bunu eləməsəz, elə bir ki, fisioda batlı itlər bir şey. Bayaqdan sizə göstərdiyim çantaların hər birisinin üstündə bundan var. Bu qıfıldır. Əslində bu çanta qıfılı deyil, bəlkə də çanta qıfılı, bilmirəm. Yəni biraz daha çox mənə elə bil, biraz belə bu ev qıfılına kimi hiss verdi. Bu qıfıldan əziz dostlarım, dünya dağılsa da nə olsa da almalısınız. Deyək ki, siz getdiniz Hindistana, İtaliyaya, Fransaya, Londona, Kitaya, Afrikaya, fərqi yox, dünyanın hər bir yerində deyirəm. Getdiniz, avtobusda siz məsəl üçün, deyək ki, yatırsınız şəhər və yaxud da ölkə dəyişirsiniz, sumka yanındadır, gəldilər çantanı açdılar, naxadı nəsə əlinə nə keçdi, götürdü, çıxdı, getdi, sənin də xəbərin olmadı. Durandan sonra vəbşə heç xəbərin olmayacaq, elə bir vaxt o şey lazım olacaq ki, deyəsən ki, görəsən harda olub, o qatar gedəcək ki. Ona görə bunu alırsan, qardaşım, kilidini qoyursan cibinə, taxırsan çantandan, çantanın ağzını bağlayırsan, vəsiyo, rahat yata bilirsən. Bax, vallahi deyirəm, mən danışıram, deyirəm, şükür olsun Allah'a, mənim özüm belə bunu almışam da. Çünki həqiqətən lazımlı şeylərdir, əziz dostlarım mənim. Baxın, təsəvvür edin, görün nə dərəcə, bunu görürsünüz. Kameramı qoyduğum qaba belə almışam ki, gördüyünüz kimi. Yəni bunu mən sizə bir qardaş kimi məsləhət görürəm ki, bunu alın. Sabahları başınızı belə-belə döyməyin də, belə-belə. Sonra bu biraz açığı keyf işinə baxır. İndi qardaşımız sizə bir də məsləhət verəcək, deyəsiniz ki, boy, nə incəliklər, nə xırdalıqlar var imiş. Deməli, əziz dostlarım, bu pasport çantasıdır. Bu çantanın üstünə belə gördüyünüz kimi belə pasport çantasıdır. Bu çantanın içinə istədiyiniz şeyləri qoya bilirsiniz. Yəni məsəl üçün pasportun özünü qoya bilirsiniz, kartları qoya bilirsiniz, pul qoya bilərsiniz, nömrə qoya bilərsiniz. Amma mən açığı pulla bank kartlarını məsləhət görmürəm. Sadəcə mən bura nömrə kartlarını qoymuşam. Getdiyim ölkələrin kartlarıdır. Moldovadır, Gürcüstandır, Montenegrodur. Bu nömrələrin kartlarını qoymuşam. Yəni işə yarayan bir şeydir. Bu su qabı da əziz dostlarım. Bu su qabı nə üçündür? Bu açığı əslində mən böyük gözlüydüm, balaca gəldi. Yəqin ki 05-dir. Yenə də eyb yox, işə yarayar. Bu da məsəl üçün harasa bir yerə gəzintiyə gedərəm, saçım biraz çox uzun gedərəm. Orada market olmaya bilər və yaxud da gecə vaxtı ola bilər, nəsə bir şey ola bilər. Yıxılaram, əlim qanayar, üstüm qanayar, hər şey ola bilər də əziz dostlarım. Yəni nəsə oldu, artıq bilirsən ki, sənin suyun var, açdın əlini, qolunu yudun, üzünü yudun və yaxud da isti havalarda motosikletlə, nə bilim, ayaqla dağa falan çıxarsan, su olub eləməz, ən azından bilirsən ki, sənin bir başına aşağı tökməyə su var. Bu da çox lazımdır. Yəni butulka elə bir şeydir ki, əziz dostlarım, butulkanı sən dükandan alana yadıma düşür. Amma bu elədir ki, bu çantada olur. Evdən çıxan deyilsən, bunu doldurun. Doldurursan, qutarda getdi. Bu da gözəl bir şeydir, lazım olacaq sizə. Əziz dostlarım, bu gördüyünüz paket ayaqqabı paketidir. Belə deyim mən sizə, çantaya mən də bu sıxıntını yaşamışam. Azərbaycandan çıxmanızsa bir ölkəyə gəzməyə və yaxud da işləməyə gedəndə, məsəl üçün, ayaqqabılarımı qoymağa bir şey tapmamışam. Ona görə gedib, nə bilim, boş-boş kroklar olur. Onun içinə ayaqqabımı qoymuşam və bu da mənə biraz sıxıntı çıxarır. Necə sıxıntı çıxarır? Yəni, açılır, eləyir, ayaqqabı içindən çıxır. Yəni, belə problemlər çıxır. Amma şükür Allaha, bunun da qardaşımız çarəsini tapdı. Belə bir qabdır, ayaqqabının içinə qoyursunuz və bunu gözəlcənə yığırsınız. Ayaqqabı içində qalır.
Heç əgər ayaqqabınız qoxursa, heç ayaqqabının qoxusunu çölə çıxartmır. Çünki nətər çıxarsın, hava çıxmır. Və buradan da şey var. İstədiyiniz ayaqqabının baxırsınız, istədinizsə 4 dənə sifariş et, qoy çantana. İstədiyin ayaqqabının uzunu buradan gör. Çıxart, geyin, olsun ləzzətli, qoxmasın, ay brat. 2 dənə sifariş etmişəm. Çünki çantam gördüyünüz kimi bu boyda çanta var. Yəni buna durub 4 dənə ayaqqabı qoyası deyiləm. 2-3 dənə dəyişik ayaqqabım olsun, zaten köhnələri atacağım orada. 15 gündən bir ayaqqabı dəyişəcəm orada. O birislərini də ataram, nə bilim, ehtiyacı olan insana verirəm. Bilmirəm. Gəldi mənim könlümün sultanım. Qədəsini alaram, Uşaqlar, kolonka Vivax. Vivax'ın orijinal kolonkasıdır. Bu kolonka. Bir də əziz dostlarım, bunları mən özüm haqqında danışıram. Yəni bilin ki, sizə aiddir də, yəni bunlar. Başa düşürsünüz məni? Yəni mən bunu deyirəm, mən gedəndə bilin ki, sizə də aiddir. Yəni siz də eləyə bilərsiniz. Amma aralarında vacib olanlar var, vacib olmayanlar var. Dənizin qırağına gedəndə, ya da tutduğum o günlük evdə, hosteldə, oteldə, həyətdə, balkonda, havuzun kənarında və s. nə vaxt olur olsun, motosikletlə belə gəzintiyə çıxanda məsəl üçün mahnı qoyub dinləyə biləcəyin bir kolonkadır. Gürültü səsi var, heç nə yox. Adicə getdin dənizin kənarına, uzandın, qoydun mahnını, ləzzətli istirahət edirsən. Bu mən çünki mahnı ilə yaşayan bir insanam. Mən mahnı ilə nəfəs alıram. Mən bu dedim ki, mənə lazım olacaq. Təsəvvür edin, hoqqaya baxın. Deməli burada da hoqqa var əziz dostlarım. Burada da bir neçə cüt corablardılar. Mən corab xəstəsiyəm. Mənə bu corabın verdiyi xoşbəxtlik heç nə vermir də. Bax, təkcə təsəvvür edin ki, aldığım corabların bir qismi buradadır. Allah haqqı bundan çoxu hələ evdədir, təsəvvür edin. Fərqli corab, qardaş. Bu bir sənin nədir? Baldır da, bal. Bax. Belə corablardılar. Baxın, belə corablardılar. Baxın, belə corablardılar. Gördüyünüz kimi. Hərəsi bir rəngidir özdə. Qəşəng fərqli corablardır. Sonra əziz dostlarım, burada 2 ədəd şortikim var. Belə gördüyünüz kimi dəniz şortiki, gəzinti şortikidir. Ola bilər deyəsiniz ki, elə 2 dənədir. Yox, 2 dənə deyil, sadəcə hal-hazırda mən evdə deyiləm, mən ofisdəyəm. Ona görə də yəni Temudan gələn şeyləri burada yığdım, göstərdim sizə. Bir də üstündə daşıdığım o çanta var deyə, sarı qabaqda daşıdığım. Onun içində qoyduğum o MacBook-u falan gətirmişəm də belə. Yoxsa yəni paltarlar falan evdədirlər. Yəni şəpit falan belə, çöl şəpiyi falan. Yəni şəpit almağınızı mən mütləq tövsiyə edirəm. Amma yəni bunu mən deməmişdim əziz dostlarım. Hara gedirsinizsə gedin, and olsun Allaha. Yəni şəhər belə dəyişsəz fərqi yoxdur. Bir dənə şəpiyi qoyun çantanıza. Çünki uzun yol gedirsiniz, avtobusda ayağınız şişir, ayaqqabı isə tərləyir, qoxur və yaxud da olsun təyyarədə falan. Şəpiyi qoydun, ləzzətli yan sumkaya qutardı, getdi, istifadə edirsən. Artıq aparatlara keçəsi olsaq, biraz şəxsi şeylərə keçəsi olsaq, mən sizə istifadə etdiyim aksesuarları, kameraları və s. bu şeyləri göstərəcəm ki, sizə də məsləhət görürəm, mütləq alın. Aranızda telefon tutub əllə belə şəkil çəkməkdən, video çəkməkdən bezənlər varsa, YouTube-a videonu belə tutub çəkirsinizsə və s. elə istifadə edirsinizsə, bu tam sizə görədir. DJI Osmo Gimbal 7 aparatıdır, əziz dostlarım. Bununla siz YouTube-a, TikTok-a, Instagram-a və s. hər yerə video çəkə bilərsiniz. Restoranlara reklam videosu çəkə bilərsiniz. Maşın videosu çəkmək istəyirsinizsə, maşın videosunu çəkə bilərsiniz və s. Yəni bu həmişə, hər zaman işinizə yarayacaq bir aparatdır. Telefon burasına taxılır, tutursan belə, istifadə edirsən. Mən YouTube-a bir neçə ay çəkiliş bununla etmişəm. Sadəcə təsəvvür edin. Sonra burada gördüyünüz mənim 2 gözümün işığı, mənim nə bilim, həyatıma maraq qatan bir dostumdur, həqiqətən dostumdur. Mənim MacBook Air M4 15 inçdir. Bununla mən videolarımı falan hamısını düzəldirəm. Bütün belə deyək də saytımdır və s. Hər bir şeyi bundan istifadə edirəm əziz dostlarım. Bu mənim sağ əlimdə. Həqiqətən də artıq videolarımı düzəltmək daha rahatdır. Əvvəl mən telefonla çəkib telefonla düzəldirdim videolarımı. İndi isə kamera ilə çəkiliş edirəm, MacBook-la videolarımı düzəldirəm. Çox gözəldir, çox rahatdır. Yəni bunu da mən sizə tövsiyə edirəm. Bu mənə hardasa təxmini 4500-5000 manata başa gəldi. Amma vallahi sonuna qədər pul verməyə dəyər həqiqətən də. Bunun da qiyməti təxmini əziz dostlarım 150 avro deyim mən sizə təxmini. 100-150 avro arası. Yəni belə deyim də mən sizə 200 manat 300 manat arası dəyişir. Hətta 200 manat 350 manat arası dəyişir. Yəni fərqli qiymətlərə tapa bilərsiniz bundan. Sonra əziz dostlarım dedim ki, bu MacBook-u alıb ona o qədər pul vermişəmsə, bir dənə də belə bir mouse almalıyam. Bu da orijinal Apple-ın mouse'udur. Bu mouse təxmini mənə hardasa 150 avroya başa gəldi, səhv eləmirəmsə. Belə deyim mən sizə də 250-350 manat arası təxmini. Yəni ya 5 yuxarı ya aşağıda bilmirəm. Təxmini elə bir şey oldu. 250-350 manat arası deyək buna da belə bir şey. Belə deyək də MacBook-da barmağı belə eləməkdənsə adama rahat gəlir. Bununla istifadə eləmək olur rahat. Dedim bunu da almışamsa, gedim bir dənə belə bir mouse artıq alım. Bu da çox işimə yarayır, dəhşət bir şeydir. Zaten bu olmasa mouse'un bir anlamı yoxdur. Bu hara dəysə də yəni işə yaramır. Bunu qoyursunuz belə stolun üstünə, istifadə edirsiniz. Rahat videolar falan bununla düzəldə bilirəm. Deməli, bu gördüyünüz ağ-qara şey AirPods 4 qabının qoruyucusudur ki, bunu da sizə tövsiyə edirəm. Əgər AirPods-unuz varsa, bundan istifadə edə bilərsiniz, dostlarım, ala bilərsiniz. AirPods-un düşməməsi üçün, qırılmaması üçün bunu alırsınız, taxırsınız. İstəyirsinizsə belinizə taxırsınız. Burada baxın, yumru bir şey var.
Görürsünüz ki, yumru bir kancası var tüklər demişəm. Bunu taxdım bura və ləzzətli getdim, gəzdin, istirahət elədim, düşüb eləmir. Və içində də gördüyünüz əziz dostlarım, AirPods 4-dür. Bundan işte ki, mən valla açığı, yəni keyfdən əlavə videolarımı çox keyfiyyətli şəkildə düzəldə bilməyim üçün aldım. Həqiqətən də bunu mən onun üçün aldım. Amma aldıqdan sonra gördüm ki, açığı çox belə deyək də işlək funksiyalar var. Sizə də məsləhət görürəm, ala bilərsiniz. Məsəl üçün, bayaq sizə göstərdiyim o qulaq tıxıcı var idi. Məsəl üçün, o qulaq tıxıcı pis çıxmasını desk, yəni o 35 manatlıq bir şeydir. O işə yarayır, amma yəni bildiyiniz o funksiyonu vermir. Amma bu AirPods-un içində siz demə, həm də ətrafdan gələn səsləri bir dəfəni kəsmək deyə bir şey var imiş. Yəni mən bunu sifariş etdim, amma bunu aldım, amma yaxşıdır yenə də bundan istifadə edirəm. Gündəlik həyatımda YouTube video düzəldərkən, TikTok video düzəldərkən ki, mənə Asiya turunda çox lazım olacaq. Bunun da qiyməti hardasa 350-400 manat deyək. Vallahi Allah yadımda deyil, amma yəni bunu bilirəm ki, bunun qiymətləri nədir də. Yəni təxminən 350-400 manat da bunu fikirləşin. Vay. Deməli əziz dostlarım, bu əlimdə gördüyünüz böyük kartı və kiçik kartı içində olan videoları MacBook-a, telefona göndərən bir aparatdır. Çox işə yarayır. Həqiqətən də məsəl üçün mənim hal-hazırda video çəkdiyim kamera işləməyə bilər, telefona qoşulmaya bilər və yaxud da MacBook-a qoşulmaya bilər. Nəsə ola bilər, içində videolar qala bilər kartın içində. Mən dərhal o kartı taxacam bura, buradan videoları göndərəcəm MacBook-a. Bunu da mən sizə tövsiyə edirəm. Əgər çəkimlə uğraşırsınızsa, tüklər demişkən belə deyək də, bu lazımdır. Burada yedək kablo, mənim hər an birdən istifadə etdiyim birinci o iPhone-a məxsus olan kabelim işləməsə, qopsa nəsə bir şey olsa, bu orijinal Apple-ın öz belə deyək də USB-sidir. Bu mənə lazım olur. Taxdım. USB dediyim yəni kabeldir. Nə deyirsinizsə indi ondandır. Taxdım, istifadə elədim. Bir də gedib yarım saat, 1 saat axtarmayacağam. Çünki elə bir zamanda, elə bir yerdə ola bilərəm ki, mənim hər bir şeyim tükənər. Yəni gedib ala bilmərəm. Ona görə ehtiyatlı olmaq həmişə lazımdır, həmişə. Burada gördüyünüz şeylər əziz dostlarım, nümunədir. Yəni belə deyək də, dənizə falan geyinmək üçün qısa köynəklərdir. Bu nümunə kimi göstərirəm ki, yəni bunlardan bol-bol alacağam. Qısa qol köynəklər bol-bol aparacağam. Corablar bol-bol aparacağam. Şortikim olacaq bol-bol. Əsas bir dənə bax belə bir jaket, bəlkə bunu, bəlkə bir dənə başqa cürə bir jaket götürəcəm. Sizə də yəni dediklərimi sizə də məsləhət görürəm. Siz də bunu eləyin edərkən. Bir dənə uzun qol jaket götürürsən, isti ölçülərə gedəndə bir də uzun qol köynək. Başqa heç bir şey. Geri qalan ancaq qısa-qısa köynəklər, şalvarlar, şortiklər, bax belə şeylər. Bu mənim yeni sifariş etdiyim kaşlokdur. Əldə rahat olur deyə şey elədim. Gəzintiyə falan çıxanda içinə hər şeyi sığdıra bilirsən. Baxın, mən bunun içinə ikinci telefonumu qoymuşam, hərbi biletimi qoymuşam, təsəvvür eləyin. Şəxsiyyət vəsiqəm, xarici pasportum, pravam, ID kartım, buranın oturum kartı və s. Pulu falan hər şeyi bunun içinə qoya bilirsiniz. Çox rahatdır. Yəni mənim o gəzintidə bu konkret sağarım olacaq. Həmişə hər şeyim bunun içində olacaq. Yəni kimsə mənim qaba-qaba çıxsa, gəlib oğurlaya bilərsiniz. Kimlənsə qarşı-qarşıya gəlsən, bilin ki, yəni məni öldürüb, bunu əldə eləsəz, checkpotu vurdunuz da. Burada əziz dostlarım, bu belə bir qabdır. Bu qab nə işə yarayır desəz, bu qabın içində mən hal-hazırda video çəkdiyim kameranın qoruyucu lensləri var. Yəni həm bu video çəkilən kameranın belə deyək də o kamera yeri var, bu lens yeri. Ora baxma bura. Bax gördünüz, bax. Əlimi gördüyünüz yerə qoruyucu qabı var. Yəni qoruyucu lensi də, yəni bunu ekrana falan vururam ki, cızılmasın, eləməsin. Həm də bunun içində mən telefonun nömrə dəyişmək üçün taxılan belə incə iynə var, onu qoymuşam. Həm nömrəmin belə kənarlıq kartını qoymuşam, yəni nömrəni çıxardıb taxa bilərəmsə və s. belə bir şey qoymuşam. Bu da lazımdır. Ən incə şeyləri bunun üçün ata bilərsiniz. Biləcəksiniz ki, məsəl üçün yaddaş kartıdır və s. telefon iynəsi falan bunun içindədir. Bu gördüyünüz qab lens qabıdır. Bu lens qabının qiyməti də 180 avrodur. Bu desəz nədir? 180 avroda 360 manat edir təxmini. Bunun qiyməti 360 manatdır dostlarım. Bu hal-hazırda çəkdiyim kameranın lensləridir. Yəni baxın, fərqli cürə bir lenslərdir bunlar. Günəş işığında başqa cürə olur, buludlu havada başqa cürə olur, restoranın içində başqa cürə olur, qaranlıq yerdə başqa cürə olur. Taxırsınız, çox gözəl bir effekt verir videoya. Yəni bu belə bir şeydir. Hal-hazırda lenssiz çəkirəm. Lazımlıdır, nə etsəz lazımlıdır, valla açığı lazımdır, amma istifadə eləməmişəm. Yəni 2 ayda istifadə eləməmişəm, amma bilirəm ki, lazımlıdır. Yəni qardaşınız həmişə hər şeyə, sevdiyi şeylərə qardaş pul xərcləyir. Valla mən keçirəm, yəni verirəm. İşləyirəm, qazanıram, verirəm. Neyim? Və indi mən sizə burada göstərmədiyim, burada olmayan bəzi vacib şeylər deyəcəm əziz dostlarım. Əgər ki bu videonu bura kimi izləyirsinizsə, həqiqətən də çox dünya gəzmə həvəskar olan bir insansınız. Sizə eşq olsun. Sözün əsl mənasında bunu mən içdən deyirəm. Bu video sizin həmişə işinizə yarayacaq, həqiqətən deyirəm. Çünki bu gördükləriniz elə belə bir şey deyil. Yəni bunu mən bir dəqiqə düşünüb almamışam. Vallah billah bəlkə də zarafat başa düşəsiniz. Mən 2-3 ayda təsəvvür edin ki, yəni nədər başa salım? Adicə yəni bu ayaq tərləmə spreyinə qədər axtarıram. Yəni o qədər uzun axtarmışam. Deməli əziz dostlarım, yağmurluq dedim mən sizə, qulaq tıxacı dedim mən sizə. Qulaq çizməz, köynək açıq.
Açki lazımdır, kepka lazımdır. Bunları yəqin deməyə ehtiyac yoxdur. Yəni bir dənə kepka aldınız ki, günəş başınızı deşməsin, gözünüzü ağrıtmasın. Bir də mütləq günəş açkisi almalısınız, mütləq şəkildə əziz dostlarım. Diş fırçasıdır, diş pastasıdır, üz qırxan maşınkadır və s. bunlar da lazımdır. Sadəcə bunların hamısını deyirəm ki, fikrinizdən keçsin ki, nələr lazım olur, yəni belə. Dərman qabının içinə qoymağa baş ağrı dərmanı, qarın ağrı dərmanı, qızdırma dərmanı, burun axma dərmanı və s. onları qoya bilərsiniz. Dərmanlar belə lazımdır. Getdiyiniz ölkəyə baxmayaraq ki, istəyirlər, istəmirlər, fərqi yoxdur. 3-ün 4-ə şəkil çəkdirməlisiniz, onu siz serikopiya eləməlisiniz, pasportu serikopiya eləməlisiniz, aldığınız bileti serikopiya eləməlisiniz, şəxsi vəsiqəsini serikopiya eləməlisiniz. Sizə aid nə varsa, pravadan tutmuş hər şeyinizi bunun serikopiyasını eləyib və üstünüzə daşımalısınız. Yəni. İndi mənim hal-hazırda yanımda olmayan, heç evimdə də olmayan bir şeydir. Bunu mən yaxın zamanda inşallah ki, qarşıma çıxsın alacağım. Bir dənə inanasız o qalıb. Universal adapter başlığı. Mən Asiya ölkələrindən birinə gedirəm deyə, orada adapter başlıqları fərqli ola bilər. Ona görə mən mütləq adapter başlığı deyirəm, o adapter taxılan yerin o deşiyi olur, yumru olur, bir də düz olur. Yəni ondan da almaq lazımdır ki, məsəl üçün getdim deyək ki, mən gecə vaxtı yolda oldum və yaxud da elə bir yerə getdim ki, orada adapter, yəni mənim telefonuma getmir, kamerama, MacBook'uma getmir, sadəcə mənim öz adapterimi işlətməliyəm. Ona görə də bizim gündəlik həyatımızda işlətdiyimiz yumru adapter başlığını dəyişib belə taxırsan bir də aparatın içinə, o birisi uç tərəfindən çıxır o ikili şeydir, yəni Amerikan belə adapter ucları. Onu taxır sonra telefonu taxırsan zətqə, yəni bunu başa düşdünüz yəqin ki, nə demək istəyirəm. Getdiyiniz ölkənin mütləq şəkildə offline xəritəsini yükləməlisiniz. Telefona offline xəritə yüklüyürsünüz, xəritə sizdə açılır yəni əvvəldən, yəni bunu mütləq eləməlisiniz. Offline xəritə də nə demək olduğunu bilmirsinizsə, dediyim kimi ChatGPT-yə yazıb hamısını maraqlana bilərsiniz. Ondan sonra sığorta elətdirməlisiniz sağlamlıq üçün əziz dostlarım, mütləq şəkildə. Bunun hardasa 25, belə deyək də 20-30 dollar arası qiyməti var. Mütləq nə olur olsun bunu siz eləməlisiniz. Sığorta sağlamlığı mütləqdir əziz dostlarım. Bunu mən can könüldən eləyirəm. Yəni bunun heç bir sıxıntısı yoxdur, problemi yoxdur. İndi Allahın köməyi 2 gün sonra buna başvuru edəcəm. Sağlamlıq sığortası mən alacağam. VPN lazımdır. Mən Çinə gedirəm əziz dostlarım. Aramızdan Çinə gedənlər varsa, Çinə gedəcək olanlar varsa, nə vaxtsa o tərəflərə yol düşsə, mütləq şəkildə getdiyiniz ölkədə internetin nə vəziyyətdə olduğunu öyrən. Ona görə də VPN proqramını yükləyin mütləqdir. Dəftərdir, qələmdir. Bunu mütləq şəkildə götürməlisiniz. Dəftər, qələm nə olur, nə olmaz atın çantaya. Nə bilim, telefon işləməz, nəsə bir şey olar, hər an hansısa bir adresi yazmağa tələm-tələsik, nəyisə qeyd eləməyə dəftəriniz, qələminiz olmalıdır və yaxud da oturub evdə sabahsı günün qeydiyyatını aparmağa dəftər, qələm olmalıdır. Bir də əziz dostlarım, sizə lazım olan şey nədir? Karabin deyilən bir şey var, bunu mən sizə göstərim, çünki vacib olduğu üçün göstərmək istəyirəm. Çantadan çıxardıram əziz dostlarım. Bu adı tam nədir, bilmirəm tam dəqiq. Bu karabindir deyəsən, buna karabin deyirlər deyəsən. Baxın, belə bir yuvarlaq bir şeydir. Belə bir şeydir yuvarlaq. Bu, baxın, belə ağzı açılır. Bu nədir? Yəni, bax, ayaqqabınız palçıq olar, su olar, nə bilim, islanar, bir şey olar. Ayaqqabının içinə çikli qoymamağınız üçün, əziz dostlarım. İpini bağladınız bura, aslı çantanın çölünə yerdən asılır. Yəni, görün necə lazımlı şeylərdir. Baxın, vallah, bu boyda bir dəmirdir. Görün nə dərəcə işə yarıyor da, həqiqətən də. Aldınız qardaşım, ya da və yaxud aldınız yox, evdə, evdə bir şeyin içində yoxdur. Aldınız, taxdınız bura ayaqqabını məsəl üçün şey eləz və yaxud da nə bilim məsəl üçün adi elementar bir şey deyim, heç nə yox ha. Getdiniz dükandan alış-veriş elədiniz, hostelə doğru gedirsiniz, evinizə doğru gedirsiniz, çantadan asa bilərsiniz də, əlinizdə daşımaqdansa asırsınız çantadan, çanta ilə bir olur. Yəni vallahi mənə bəlkə də deyərsiniz ki, bu dəli zətdə, bu nə qədər belə incəliyə düşüb, amma həqiqətən də dostlarım, mən gəzmək xəstəsiyəm deyə, yəni qazandığım pulun 90%-ni Allahın olsun verərəm də, yəni belə şeylərə. Mənə xoşbəxt deyir. Mənə də xoşbəxt edən heç bir şeyin qabağını heç də saxlaya bilmir də qardaş. Bu belə bir şeydir. Bir də qaldı əziz dostlarım ağcaqanad spreyi. Onu mən hələ almamışam. Gedib burada Çin dükanından alacağım. Herçinqlə bir İqalo Zelenka tərəfdə. Ağcaqanad spreyidir. Yatdanda otağınıza sıxırsınız. Elə sprey var üstünüzə sıxırsınız ki, ağcaqanad gəlməsin. Bu da mütləqdir. Yəni bu videoda belə idi əziz dostlarım. İndi video bitəndən sonra, indi buradakı səhnədəki video bitəndən sonra arxaya indi evdə lazım olan şeyləri mən bunun davamında göstərəcəm. Nə lazım, nə lazım deyil. Hansılar evdə qalıbsa. Videonu izlədiyiniz üçün çox təşəkkür edirəm əziz dostlarım. Allah canınızı sağ eləsin. Hörmət qoyursuzluq, siz özünüzə lazım olan məlumatları da öyrənirsiniz. Allah hamımızın canını sağ eləsin. Videoya komment atsanız, videoya like atsanız, kanala abunə olsanız məni çox xoşbəxt eləyərsiniz. Allahın köməyi ilə 15 gün sonra qardaşınızın Asiya turu başlayır. Həyatımın ən böyük turu olur əziz dostlarım. Bu videodan sonraki video artıq mənim Montenegrodan çıxıb Serbiyaya getməyim olacaq. Serbiyadan Çinə getməyim olacaq. Çindən bax belə Taylanda və s. hamısı paylaşılacaq. İnşallah ki, bir də gözümüzü yumub açacağıq ki, artıq mən çıxmışam yolculuğa, paylaşıram. Sizləri çox sevirəm. Öpürəm sizi mənim əziz dostlarım. Allah canınızı sağ eləsin. Hörmətiniz artıq olsun bir daha dediyim kimi. Bu video burada bitir. Sağ olun, özünüzə yaxşı baxın. Allah amanında.